Əlhamdülillah, sələfilər heç vaxt xainlik eləməzlər. Əksinə sələfilər bu fikirlərlə mübarizə aparır. Sələfilər bu ayəni yaşayırlar. Nisa surəsi 59-cu ayə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu", ey iman gətirənlər, "Atiullaha və atiur rasul və ulul emri minkum", ey iman gətirənlər, Allaha və Rasuluna, özünüzdən olan əmr sahiblərinə itaat edin, deyir Allah Teala. Sələflər bu ayəni başqa azğın firqələrdən fərqli olaraq sələfin, salih sələflərin fəhminə uyğun başa düşüblər. Burada özümüzdən olan əmr sahibləri, yəni Allahın bizdən seçib təyin elədiyi əmr sahibləri, nə qədər ki başçı müsəlmandırsa, özünü İslama nisbət eləyirsə, Allahın kitabını ən doğru kitab, Allahın hökmlərini ən doğru hökm sayırsa, müsəlmandır. Etiqad edir ki, o müsəlmandır. Sələfilər ona qarşı çıxmağı haram görüblər, heç bir halda ona qarşı çıxmağı caiz görmüblər. Nə üçün ona qarşı çıxmağı? Hətta onun təyin elədiyi məmurlara qarşı belə çıxmağı icazəli görmürlər. Nə üçün? Çünki onlar haqqında danışmaq belə səbəbdir xuruca. Bu sələfilərin mənhəcidir. Bilməyənlər də bilsinlər, bilib böhtan atanlar da əgər cavab verə bilsələr, Allaha cavab verəcəklər. Biz bilirik ki, cavab verə bilməyəcəklər. Əl-yevmə nəxtimu alə əfvahihim. Allah Teala deyir ki, o gün onların ağzına mühür vuracaq. Bağlayacaq Allah Subhanahu taala böhtan atan ağızları, dilləri Allah Teala bağlayacaq. Sələflər xain deyirlər, bəziləri kimi öz ölkələrində yaşayıb, başqa ölkələrə xidmət eləməzlər. Sələfilər aşkarda tərifləyib, gizlində xainlik eləməzlər. Kimlərsə narahat olub ki, sələflər mövzularına başlayanda, dərslərinə başlayanda, xütbələrə başlayanda, əvvəlində və ya sonunda başçı üçün dua eləyirlər. Sələfilər eləyirlər, bəli. Sələfilər, o kəslər ki, sələfidirlər, o kəslər ki, sağlam yerdən götürürlər, o kəslər ki, bütün bidət əhlinə qarşı, xavariclərə, təkvirçilərə, matrudilərə, sufilərə, rafizlərə, bütün firqələrə qarşı mübarizə aparırlar.